Avroviziyadan sonra xaricə köçmək, yaşamaq, orada çalışmaq, yəni karyeranızı orada qurmaq imkanlarınız çox idi. Azərbaycanda yaşamaq və çalışmaq yaradıcı baxımdan sizi sıxırmı? Gəlin səmimi olum, əlbəttə ki, sıxır. Fikirləşirəm ki, mənim verə biləcəyim, səhnəyə verə biləcəyim, yaradıcılıqla göstərə biləcəyim çoxdur. Hərdən miqyaslar çox fərqlidir və Avroviziyaya gedəndən sonra, orada iştirak edəndən sonra, mühiti görəndən, səhnəni görəndən sonra, peşəkarlığı görəndən sonra qayıdırsan və bu təkcə məndə yox, çoxlu həm bizim təmsilçilərimizdə, həm də xaricdə yaşayan Avropa təmsilçilərində də var bir çoxsunda, çünki ünsiyyətdə əlaqə var və mən onlardan soruşuram. Biz tədbirlərdə görüşəndə onlar da onu təsdiqləyirlər ki, qaydanda tam başqa bir mühit görürsən, yanaşma görürsən və miqyaslar başqadır. Əlbəttə ki, istərdim ki, tam başqa olsun. Amma ora köçüb, orada işləmək yox, mən istərdim ki, burada bu miqyaslar olsun. Çünki bura mənim üçün daha səmimidir. İnsanlarla ünsiyyət qurmaq mənə daha səmimi gəlir. Hər yerdə rahatdır. Burada da rahatdır, orada da rahatdır. Amma səmimiyyət baxımından bura daha çox uyğundur mənə.